Yasamal rayonun Mirəli Seyidov küçəsində təcili olaraq qanuni 3 otaqlı 155 kvadratlıq kubçalı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda. İlk öncə də bildirdiyim kimi Mirəli Seyidov küçəsində yeni inşa olunmuş 17 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 155 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli və bununla bərabər sənədi kubçu olan bir mənzildir. Mənzil bütün əşyaları ilə birlikdə təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və Elmlər metrosuna da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda. Mirəli Seyidov küçəsində yeni inşa olunmuş 17 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 155 kvadrat olan qanuni 3 otaqlı, tam təmirli, sənədi kubçu olan bir mənzildir. Əvvəldə də bildirdiyim kimi binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və Elmlər metrosuna da çox yaxın bir ərazidə yerləşir. Bir də onu xatırladım ki, bu mənzil bütün mebellərlə birlikdə təcili olaraq satışa çıxarılıb. Bu mənzilin qiyməti 360 min manatdır. Real alıcı olarsa endirim etmək də mümkündür. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.